Bir gün Əzraildən soruşdular ki, açan bir insanı öldürənməzsən, ya hansı bir evə ayaq qoymazsan, yanan ocağını söndürənməzsən. Əzrail dəryazın vırıbdır yerə, elə bil ürəyi tutubdur vərəm. Dedi hansı evdə duz sörək yesəm, o evdən heç kəsi öldürənmərəm. Duz sörək bilməyən heç nəyi bilmir. Qeyrətin, hörmətin, şərəfin atar. Çəkər bazarlara bütün varlığın, qiyliyə hər nəyin satar. Ləzən iyrəncidir, adından bəlli. Özündə pisliyi ambar eyləyir. Ya sən ona toxan, ya da o sənə. Hər bir halda səni mındar eyləyir. Duz sörək bilməyən ləzəndən ləzən. Sözün göyərtisi yerində bitdi. Gətirib cibinə qızılla qoysan, deyər ağırlığı məni incitdi.